Abdullah ibn Məs'ud radiyallahu anhu rivayet edir ki, bu ayet nazil olanda "Ellezine amenu ve lem yelbisu imanahum bi zulm" iman getirip ve imanlarına zulmü karıştırmayanlar onlar emin-amanlıqda olacaklar. Bu ayet nazil olanda bu ayet deyir Allah Resulü'nün sahabelerine ağır geldi. Ve dediler ki bizlerden kim nefsine zulm etmiş? Ve Resulullah sallallahu aleyhi ve sellem bu hakta onlara bildirir ki "Eleyse huve kema tezunnun." Eleyse huve kema tezunnun. Yani sizin zannettiğiniz kimi değil. İnnemâ huve kema kâle Luqman libnihi. Bu Luqman'ın öz oğluna dediği kimidir. Ya bunu yela tuşrik billah inne şirke le zulmun azim. Ey oğlum Allah'a şerik koşma çünkü şirk en büyük zulümdür. Yani sahabeler ayeti necə anlamışlar? Nəfsə zulm etmək kimi. Yani onlara qorxu, nəfslərinə, yəni imanlarına zulmü qarışdırmayanlar. O biri zulmü zənn etdilər. Çünki zulmdə insanın nəfsinə etdiyi zulüm var, insanın digərinə etdiyi zulüm var, başqasına və həmçinin zulüm var nə? Allah'a qarşı edilən zulüm. O da şirkdir. Və bu ayətdə qəsd nədir? Şirkdir. Və bu o demək deyil ki, mən şirk etmirəmsə, Allah'a şərik qoşmuramsa, başqa zulm etsəm də narahat olmayayım. Sonuçta cənnətə gedəcəm. Çünki hər bir əmələ görə insan cavab verəcək qiyamət günü. Etdiyi hər bir əmələ görə. Və bu haqda Allah Teala buyurur ki, "Fəmən ya'məl miskale zərratin xayran yarah, və mən ya'məl miskale zərratin şerran yarah." Kim zərrə qədər xeyir iş görərsə, onun əvəzini görəcək. Zərrə qədər də şər iş görən əvəzini görəcəkdir.